Peşəkar Futbol Liqasının himni. Açıq etiraf edim Röşən müəllim, darıxmışdım bu himn üçün. 42 günlük fasilə az deyil. Az deyil, əlbəttə ki. Və bu azarkeş coşkusu da olduqca xoşdu və komandaların heyəti ilə tanış olaq. Qarabağ komandasında bugün qapını Şahrüddin Məhəmmədəliyev qoruyur. Digər futbolçulara gəlincə 2 Qara Qarayev, 5 Maksim Medvedev, 6 Dino Nudlovu, 8 Mitchell, 14 nömrəli oyuncu komandanın kapitanı Rəşad Sadıqov, 15 Rahid Əmirquliyev, 25 Ansi Agolli, 44 Ağabala Ramazanov Qarabağın yeni transferi, 55 Bədəvi Hüseynov, 99 Dani Quintana, baş məşqçi Qurbanov. Və bir qədər sonra artıq kapitanlar xatirə şəkili çəkdirdilər. Bir qədər sonra Neftçinin heyəti budur. Neftçinin heyəti ekranlarınızda əziz tamaşaçılar. Qapıda Boban Baykoviç var, 33 nömrəli futbolçu. 10 Cavid İmanverdiyev, 8 Zdenek Folprecht, 27 Məqsəd İsayev, 17 Rəhman Hacıyev, 19 Fəhmin Muradbəyli, 15 Ruslan Abuşov kapitan, 6 Pavel Dreksa, 29 Georgi Navalovski, 11 Ignacio Herrera və 25 nömrəli futbolçu Kiril Petrov. O da yeni transferlərdəndir. Komandanın baş məşqçisi Elxan Abdullayev, Hakim Əmirəliyev, hakim inspektor isə Xəqani Məmmədovdur. Ramil Diniyevin bugünkü işinə məhz Xəqani Məmmədov Hakimlər Komitəsinin sədri qiymət verəcək. Maç başladı. Və topa ilk zərbəni Qarabağ futbolçuları endirdilər. Beləcə sizin də qeyd elədiyiniz kimi intizarla gözlənilən bu fasilə yekunlaşdı və Qarabağı təbii ki Azərbaycanın hazırki durumunda ən güclü komanda sayırıq. Amma bu səviyyəyə çatmaq üçün komanda görün neçə illik yol keçib. Bunu da yəni qeyd eləmək yerinə oyundan kənar vəziyyət var. Burada hakimin köməkçisi işarə vermişdi. İndi epizodun təkrarında Musayev, məşhur Lionsman soyadıdır zənnimcə. Vaqif Musayev, Elman Musayev. Baxaq. Məncə və bu arada hesab açıldı. Neftçi hesabı açır. Biz təkrarı izləyən zaman Cavid İmanverdiyevlə qarşılaşmanın 13-cü dəqiqəsində Şahrüddin Məhəmmədəliyev zərbəni yerinə yetirdi. Rəşad Sadıqov geriyə ötürmə və müdafiəçinin səhvi Qara Qarayev idi. Səhv etmirəmsə müdafiəyə köməyə gələn, müdafiədən hücuma başlamasına Qara Qarayevin səhvindən layiqincə yaralandı Cavid İmanverdiyev. Bir toxunuşla topu Şahrüddin Məhəmmədəliyevin qoruduğu qapıdan keçirdi. Qara Qarayevin hədiyyəsini səhvsiz oynadı bu epizodda. Qarabağda artıq fərdi oyuna, xüsusilə irəlidə, ön xəttdə fərdi oyuna meyil güclənib. Burada Ağabala Ramazanovda da bu hiss olunur. Və Dino Indilovu indi hesabı bərabərləşdirə bilər. Dino Indilovu qapıcı Boban Baykoviç vaxtında çıxıb bucağı bağladı və Verdiyim vurduğu golla Neftçi 1-0 öndədir. Bu isə epizodun təkrarı. Qarabağın hücumu zamanı ustalığı ilə seçilən bir çox futbolçu var. Və indi onlardan biri Dino Indilovu cərimə meydançasında topu qəbul edir, zərbə mövqeyi axtarır, zərbə vurur, amma istədiyi kimi deyil. Və ya topu saxlasaydı, həqiqətən də təhlükəli hücum ola bilərdi. Çünki Ignacio Herrera çox boş mövqeyə rahat şəkildə açılacaqdı. Dino Indilovu indi sağ cinahdan cərimə meydançasına ötürmə Mitchellin başla zərbəsi top qapının üstündən keçir. Başla zərbə ilə tamamladı və həmin görüş son saniyələrdə vurulan qolla Qarabağın xeyrinə başa çatdı. İşarə gəlir, cərimə zərbəsindən yerinə yetirilən zərbə qapıcı Baykoviç topu dəf edə bilir. Epizodun təkrarını izləyirik əziz tamaşaçılar. Dani Quintana zərbəsindən sonra Boban Baykoviç. Baxaq görək bu dəfə Maksim Medvedev sağ cinahı oynayır. Dani Quintana bir də çox güclüdür bu futbolçu, yəni texnikası var və indi əla ötürmə cərimə meydançasına Quintana zərbəsi top qapının üstündən keçir. Həqiqətən də Qarabağ üçün də gözlənilməz idi ilk dəqiqələrdə yenilənmiş Neftçinin iş başında görünür. Neftçinin məşqçilərindən biridir və Neftçidə 19 yaşlardan ibarət komandanın baş məşqçisi, bu arada uzaqdan zərbə Mitchelldə Elşad Əhmədov var, Qarabağın müdafiəçisi olub. Yəqin ki, siz onu xatırlayırsınız, oyunlarını da canlı izləmişsiniz İmarətdə. Dani Quintana cərimə meydançasında Dani Quintana zərbə mövqeyinə çıxır. Zərbə mövqeyindən zərbəsi də əl alındı. Gəlin etiraf eləyək, amma Boban Baykoviçin əziyyətini də yerə vurmayaq. Ona qətiyyən imkan vermək olmaz ki, topu sol ayağına keçirsin. Daha bir təhlükəli zərbə mövqeyinə çıxan komanda yoldaşını tapsın. İndi səhvə yol verdi.
boşluq transfer dönemində aramını 1-2 Bəli. futbolçu transferlərindən müəyyən o boşluqları aradan qaldırmaqla komandanın heyəti daha komplektləşdirsin. Və Nikintana cərimə zərbəsini yerinə yetirir və az qala hesab bərabərləşəcəkdi. Boban Baykoviç topa reaksiya göstərdi. Təkrara baxaq. Dəyməmişdi Boban Baykoviç. Bu rakusdan belə göründü hər halda. Canlı səddəki futbolçulara da toxunmamışdı, burada da toxundu. Zərbəni kim vuracaq? Rəşad Sadıqov. Yumruqları ilə qaytardı, topu düz elədi. İrəlidə cəmi 2 futbolçu var. İmamverdiyev topu komanda yoldaşlarına bəli, yaxşı da saxladı və sol cinahda Rəhman Hacıyev sağa çəkib və indi də ona simulyasiya sarı vərəqə. İkinci dəfədir ki, hakim simulyasiyaya görə futbolçuları cəzalandırır. Var idi toxunuş burada. Bu penaltidir. Düzdür. Rəhman artistik. Daha bir hücumunu Qarabağın dəf eləmək üçün Neftçi indi arxaya çəkilib. Qapı qarşısına gələn top Bernardo burada bərabərlik topunu vurmaq üçün bundan yaxşı vəziyyət təsəvvür eləmək belə çətindir. Və dərhal bir də izləyirik, fikir verin. Sadəcə burada hədəfə düşmək lazımdır, başqa heç nə. Çərçivəyə düşmək, vəssalam. Əslində insaf naminə deyək ki, pis də düşünməmişdi. Yəni, qapıçının çata bilməyəcək, uzana bilməyəcək bir nöqtəyə göndərmək istəyirdi. Bir bədən tərbiyə müəlliminin dedikləri anlamında mən bunu deyirəm ki, bu alınla vurulmalıdır top. O halda top heç bir səmtə dəyişə bilməz. Penalti mi? Penalti. Neftçinin qapısına penalti təyin olunur. Ramil Deliyev. Sən biliyordun. Əllə oyun var. Əllə oyun var. Var, əllə oyun. Əllə oyun var. Amma hardadır? Amma harda? Bu rakustan çətindir görmək. Futbolçunun harda olduğunu bilmək üçün zənnimcə ofsayt kamerası daha yaxşı göstərər. Və sollarımız yəqin ki o qədər çətin epizoddur ki. Xəttin üzərindədir. Xətt cərimə meydan sahəsinin içi sayılır. Əziz tamaşaçılar. Xəttin üzərindədir. Əllə oyun var. Xəttin üzərindədir. Sanki ələ dəyəndən sonra məqsəd özünü cərimə sonra meydan bəli, sahəsindən çölə atır. Hakimin fiti səslənir, zərbəni vurmaq olar. Topa yaxınlaşar Nudlovud, vurur və top qapıda da hesab bərabərləşir. Qarşılaşmanın 73-cü dəqiqəsində Qarabağ Neftçi 1-1. Cənubi Afrika Respublikasında olan futbolçu maçda hesabı bərabərləşdirdi. Biz dedik ki, çox maraqlı bir mübarizə gözləyir bizi bugün. Həqiqətən də gümanlarımızda yanılmadıq, amma lap əvvəldə biz dedik ki, nə olsun ki, yəni kapitan ilə oynayır Rəşad Sadıqov. Nudlovov sinəsi ilə topu qəbul elədi və maraqlı epizod idi. Qarabağın son dəqiqələrdəki həmləsini bir qədər irəlidə qarşısını almaq. Bəlkə bu məqsəd güdülür. Hücumu izləyək. Ağabala Ramazanov topu bıraktı. Maksim Medvedev. Qaydan top. Bədəvi topu meydandan çıxarır. Neftçi auta atmalıdır. Bu isə bir qədər əvvəlki epizodu təkrarıdır. Ağabala Ramazanov çox yaxşı bıraxır ki, verirsə. Maksim Medvedevin zərbəsindən qaçışdı boş mövqeyə, amma Ruslan onu və bu da son. Gec gördü. Düşünürəm ki, bu da son. Hücumdur, bəli. Bitəcək. Neftçinin ilk heçəsəsidir mövsümdə Qarabağlı oyunda. Bu heçəsəni rəsmiləşdirir. Və biz reportajın lap əvvəlində o hissiyat gedim, Qarabağ bugünkü görüşdə qalib gəlməyəcək. Yox, Neftçi bugünkü görüşdə uduzmayacaq. Bir hissiyatı vardı. Proqnozunuz özünü doğrultdu.